Erkeğin spermi, Y spermleri, erkek spermler kadına geçiyor. Kadının kalbine, beynine gidebiliyor. Kadın cinsel beraberliklerindeki erkeklerin spermlerindeki DNA parçalarını taşıyor. Ama evet. nereye kadar gidiyor? Beyne kadar gidiyor. Ama çok daha yakın gideceği yerler var. Rahim duvarı. Yumurtanın içine de gidebiliyor. Yani sitoplazmanın içinde kalıyor. Buradan da şu ortaya çıkıyor. Üçüncü erkekten olan bir çocuk birinci babadan genleri taşıyabiliyor. Belə savadsızlıq, belə səfehlik, belə cahillik yoxdur. Amma kimdir bu Oytun Erbaş? Savadsız bir şəxs. İnanmırsınız? Koronavirüs genetik kökenli ortak insanları tutuyor. Bunlar daha çok sarı ırk, kısa boylu insanlar. Hızlı yayılım ben beklemiyorum. Virüsün akciğere tutunduğu protein sarı ırkta, Asya ırklarına daha fazla. Beyaz ırklarda ve siyah ırklarda 6'da 1 oranında daha az. Amma gəlin statistikaya baxaq. Statistika bizə nə deyir? Koronavirus infonun verdiyi statistikaya əsasən Türkiyə ölkələr üzrə 11-ci yerdədir. Türkiyədə 17 milyon 232 min 66 insan koronavirus virusuna yoluxdu. Və yaxşı, indi Oytun Erbaş bundan sonra necə insan içinə çıxıb hansı bir tibbi məsələ üzrə danışmağa ixtiyarı var. Bu insan sözün əsl mənasında genetikadan belə başa çıxmır. Amma niyə? Y xromosomların qadın beynində və digər hissələrində tapılmasının səbəbi əslində qalsa 2012-ci ildə Hutchinson Universitetinə, yəni Dr. Lee Nelson tərəfindən sübut olunub ki, doğrudan da qadınların beynində Y xromosoma tapılıb. Amma nəyə görə? Bunun səbəbi bu xanımların dünyaya uşaq gətirməsidir. Ələlxüsus oğlan uşağı gətirməsidir. Amma mikroximeriyadan savayı cinsi əlaqə zamanı Y xromosomlar qadın bədənində, qadın beynində tapıla bilməz. Nəyə görə? Əgər bir qadın əvvəllər başqa bir partnyorun sperması kimi digər genetik materiallarla təmasda olubsa, lakin hamiləlik baş verməyibsə, bu material məhv olur və sonraki partnyorla qarşılıqlı təsir zamanı embrionun əmələ gəlməsinə kömək etmir. Hər dövrdə bir qadın bir yumurta əmələ gətirir və əgər mayalanmırsa, hamiləlik baş vermirsə, yumurtanın özü məhv olur. Sperma nümunələri insan bədənində maksimum 2-3 gün yaşayır, ətraf mühitdən asılı olaraq təbii ki. Əgər bir qadın növbəti dövrdə fərqli bir partnyorla olubsa, onun fərqli bir yumurtası və fərqli bir sperması olacaq. Genetik material uzun müddət qorunub saxlanıla bilməz və hər bir sonraki partnyorun embrionun valideynləri 46 xromosomu ilə doğulur. Əlavə xromosomlar isə anormallıqdır. Genetik baxımdan teligoniya deyilən bir şey mümkün deyil. Əvvəlki partnyorlardan ötürülə bilən yeganə bir şey var. O da yoluxucu xəstəlikdir. Əgər qadın yoluxubsa, onun növbəti partnyorlarından uşağı ötürə bilər. Lakin bunun suala ümumiyyətlə aidiyyəti yoxdur. Ona görə də özünə həkim deyib televiziyada boş-boş danışan insanlara inanmayın.